Bilenle bilmeyenin halı. Bugünkü mövzum budur. Size bir eşyanın elmi verilibsə, ona qarşı davranışlarınız başqalarından fərqlənir. Məsələn, bir yanlış varsa və siz onun yanlış olduğunu bilirsinizsə, siz başqaları kimi davrana bilmirsiniz. Nə bilim, onu düzəltmək istəyirsiniz, ona qarşı başqa mənfi hisslər daşıyırsınız. Sözdə və ya daxildə ona qarşı bir etirazınız formalaşır mütləq ki. Çünki yanlış olduğunu bilirsiniz. Bilməyəndən eyni ola bilmirsiniz. Məsəl üçün deyək ki, bir ağaca baxır kimsə, onun üçün sadəcə bir ağacdır, amma siz o ağacın adını bilirsiniz. O ağac haqqında çoxlu, onun keyfiyyəti haqqında çoxlu məlumatınız var. Sizin üçün o elm ağacı başqa bir mənaya gətirir. Daha fərqli davranırsınız ona, baxışınızda, nə bilim, düşüncənizdə və s. Məsələn, alimin adı yadımda qalmayıb, İbn Qeyyimdə səhv etmirəmsə, belə bir ifadəsi var ki, bilən adam heç vaxt könül xoşluğundan günah işləyə bilmir. Çünki o onun günah olduğunu bir bilir, iki onun nəticələrinin nə olacağını bilir deyə bilməyən adamın edərkən aldığı zövqü və yaxud həzzi o günahdan almır. Allah Taala müəyyən məqamlarda, insan gərək səmimi olsun o məqamlarda xüsusən, hər birimizə müəyyən şeyləri göstərir. Sadəcə biz orada o anda qərar veririk, biraz da nə qədər səmimi oluruq, bu sualdır. Lakin xırda-xırda bilən ola bilərik, əgər onlara diqqət etsək. Amma insanların çoxu əlbəttə ki, rahatlığından dönmür, istəklərindən dönmür və o bilməyin gətirdiyi məsuliyyətdən imtina edir. Bilmək təhlükəlidir eyni zamanda, yəni səni rahat etmir. Yəni bilmək insanı rahat edə biləcək bir şey deyil. Bəzi hallarda etiraf edirəm, bəzi hallarda isə əlbəttə ki, rahat edir. Çünki sən nə edəcəyini bilirsən.